Bəzi insanlar var ki, onların mübarizəsi gözlə görünmür. Onlar şəffaf əlillər adlanır, əlillikləri dərhal sezilmir. Bu insanlar zahirən normal görünə bilərlər. Onlar təkərli kürsüdə deyil, heç bir xüsusi yardımdan istifadə etmirlər. Amma bədənləri hər gün görünməyən xəstəliklərə, bilinməyən vəziyyətlərə qarşı daxili bir müharibə aparır. Bu, onların içində şiddətli bir döyüşdür. Onların həqiqi, real bir əlilliyi var, sadəcə bu əlillik heç kimin diqqətini çəkmir, gözə çarpmır. Görünməzliyin ən acı nəticəsi budur ki, cəmiyyət onların əlilliyini hesaba almır, qəbul etmir. Sanki yoxdurlar. Hər gün onlar gözə görünməz xəstəliklərlə amansız bir mübarizə aparırlar. Bu mübarizə onların həyatının ayrılmaz hissəsidir. Onların qarşılaşdığı çətinliklər tez-tez rədd edilir, heçə sayılır. Bu çətinliklərin ciddiliyinə inanılmır. Əsas mesajımız budur, onların əziyyətləri görünməzdir. Bu görünməzlik onların yaşadığı ağrının əsasını təşkil edir. Təəssüflər olsun ki, onlar əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş dəstək sistemlərindən kənarda qalırlar. Onlara yardım əli uzanmır. Əlillərin istifadə etməli olduğu resurslardan, yardımlardan məhrum olurlar. Sanki onlar bu resurslara layiq deyillər. Onlar adekvat olmayan maliyyə yardımları ilə yaşamağa çalışırlar. Bu, onların gündəlik ehtiyaclarını ödəməyə çatmır. Mənzil təminatı sahəsində də ciddi problemlərlə üzləşirlər. Kirayə yardımı yetərli deyil, ev tapmaq çətindir. Bürokratik maneələrlə dolu, mürəkkəb bir sistemlə qarşılaşırlar. Bu sistem onlara yardım etmək əvəzinə işlərini daha da çətinləşdirir. Onlar imkansız seçimlər etmək məcburiyyətində qalırlar. Ən təməl ehtiyaclar arasında qorxunc qərarlar verməlidirlər. Məsələn, yemək və ya dərman arasında seçim etmək. Hansını alacaqlar, hansından imtina edəcəklər? Yaxud kirayəni ödəmək, yoxsa qızdırıcıyı işlətmək. Bu soyuq qərarlar onların canını dondurur. Bu seçimlər sonda onların sağlamlıqlarını və rifahlarını qurban vermələrinə səbəb olur. Həyatları daim təhlükədədir. Onların mübarizəsi tənbəlliklə heç bir əlaqəsi yoxdur. Bu, tənbəlliyin nəticəsi deyil, bir xəstəliyin yüküdür. Onlar heç nəyi yalançıdan göstərmirlər, heç nəyi uydurmurlar. Onların vəziyyəti saxta deyil, tamamilə gerçəkdir. Bu şərtlər həqiqi və zəiflədicidir. Onların əlilliyi realdır, onları gündəlik həyatdan məhrum edir. Onların çətin vəziyyəti bir seçim deyil. Heç kim özünə bu cür ağrı dolu bir həyatı seçməz. Bu problem İsraildə minlərlə şəffaf əlilin həyatını təhdid edir. Onlar eyni ağrını yaşayırlar. Bu insanlar çöküşün astanasında yaşayırlar. Hər an həyatları alt-üst ola bilər. Artıq onları görmək və varlıqlarını qəbul etmək zamanıdır. Gözlərinizi açın, onlara baxın. Dəyişiklik tələb etməyin vaxtı gəlib. Bu haqsızlığa son qoymalıyıq, bu susqunluğu dağıtmalıyıq. Onların hekayələrini paylaşmaqla şuurlandırmağa başlayın. Onların səsi olun, onları eşitsinlər. Bu görünməzliyə qarşı çıxmaq üçün sükutu pozmaq vacibdir. Susmaq onların yox olmasına bərabərdir. Şəffaf əlillər, ləyaqətli mənzil, görünməyən əlillik, bizdə varıq kimi həştəqlərdən istifadə edərək həmrəylik göstərin. Bu, birliyin səsidir. Sükut onların tanınmasına mane olan ən böyük bariyerdir. Bu səssizliyi qırmaq bizim borcumuzdur. Əsl mərhəmət səthdən kənara baxmaq deməkdir. Əlilliyin bütün formalarını tanımaq, həqiqi insanlıq budur.